Hörmətli vətəndaşlar, bugünkü leksiyamızdan başlayımız. Leksiyada sizə görüyoruz. Dalada yağmur aralaş qar yağıb atırdı, şuna çıxanmay qaldıq. Bugün biyanın mənzərəsi təzəmaslaşmay qalsın, məni keçirirlər vətəndaşlarım. Rusiya peşini qərbə bürüdü ama Rusiya bilen Amerikanın münasibəti tuyuqsuzla illib qaldı. Mavzulu xəbər 4-cü ayının 8-cü gün Vənvi Torbeti ilan qılındı. Xəbər mundaq başlandı. 3-cü ayının 15-ci günü Rusiya Suriye'den əskər çəkindirgəndən keyin Rusiya bilen Amerikanın münasibəti güya bir köçüdü degəndək tuyuqsuz illib qaldı. Rusiya Taşqı İşlər Ministerliği mundaq göstərdi. Növbəti Rusiya diplomatiyası avval itibarı berdiğən nişan, əlbəttə Amerika bilen bolğan yaxşı münasibətni əsliga keltirişdir. 4-cü ayının 1-ci günü Rusiyanın Taşqı İşlər Ministeri Ravlov, Sibiriya Taşqı İşlər Ministeri, Serbiya Taşqı İşlər Ministeri Daçiçi bilen görüşkəndən keyin mundaq göstərdi. Rusiya NATO bilen əsli münasibətni əsliga keltirişni xalaydı. 4-cü ayının 7-ci günü Rusiya Duma'nın bayanatçısı Nalokijin qattiq pozisiyanın əksiçə ifadə bildirib, mundaq göstərdi. Duma bu Rusiyanın parlamenti. Mundaq göstərdi. Avropa İttifaqı bilen Rusiya yetəkçilik qılıb atqan Avro-Asiya İttifaqı içində ortaq mənfəətimiz var. Rusiyanın Avropa İttifaqı bilen Rusiya yetəkçilik qılıb atqan Avro-Asiya İttifaqı içində ortaq mənfəəti var. Hararetlik Qərbki buruluş vəziyyətiga selişdirməkçi bolğanı Şərqi yüzleniş bilen heç kimnin karı bolmağanlığıdır. Hazır Rusiyanın Qərbki yüzlenişiga selişdirmə bolupmu Rusiyanın Şərqi yüzlenmemdi degen muşundaq bir məsələyə heç kimnin köngül bölmegənligidir. 4-cü ayının 8-ci gün Cüngülə Rusiya oturusu ötküzülüb atqan raketa motori sodisi balataşlıb etdi. Bu 2015 yıl 9-cü ayda Prezident Vladimir Putin Beijing'den quruq qol qaytıb kelgəndən keyin Rusiya bilen Cüngü oturusuga bir qatar boldu qılıp da taşlap qoyulğan həmkarlıq türləri içindeki yeni bir tür hesaplandı. Mərhum Prezident Yelitsin 1992 yılı oturup koygan Gərb bilen Şərqdən qoş başlıq bürküt siyasetiga etibar beriş ötken bir neçə yılda bir neçə qitim Moskvanın etibar berişigi erişken. Lekin muşu peyti Moskva ifadeligen qoş tərəflik ilişke seliştirganda mundaq bir noktаны, mundaq bir neticini xulasalaş qiyinga toxtamaydı. Yani Şərq seliştirganda Rusiya güyadigidək Qərbga köprək qiziqidir. Tarixni əslab gördüğən bolsaq, Rusiyanın Qərbga yüzlenişi Padişah Peter devridən başladı. Desək boludu. Lekin jəryan tazı oңuşluq bolğan emas. Növbəti Moskva Qərb dünyasıga arqa-arqadan yaxşı pozisiya körüstüb atqandak. Xoş başlıq bu börkütning yanılı Qərbga yüzlenib atqanlığını körüb alalaymiz. Çoğ devlet düşünüşünü körüb atqan Prezident Vladimir Putin her qandaq kişiga seliştirgan xalqara cəmiyyətdə Qərb dünyasının təvrənməydiğən yetəkçilik ornu barlığını, sözləş huququ barlığını, Rusiyanın xalqara cəmiyyəti yetim, bekini veliş, taşlıb etilgen balı obrazı boyunca güllünüşünü işqa aşır almaydıqanlığını başta aytqandak Prezident Vladimir Putin həmmidin yaxşı bilidi. Gumallanışqa bolmaydı ki, Qərbnin embargo siyasetinden qutuluş növbətdə Qərbki yaxşıcaq bulup atqan Rusiyanın müddaayıdır.
Bundan başqa Rusiyanın G'arbga yüzleniş yolu Rusiyanın ichki realligining tarix va millat ro'yiti omillarining murakkab ta'siriga uchraydi. Embargo siyasi yürütülgen 2 yıldan beri Rusiyanın rublinin kıymeti köçürünglar 3'ten 2 bir kısımga düşüp kaldı. Rusiyanın iqtisadi davamlıq tarayıp ketdi. Hökumət maliyesi tağarının asti körülüp kaldı. 2016 yıl dəstəpki 3 ay içində taqılıb qalğan banka 27 tütündün eşip ketdi. Rusiya Əmgək Nazareti hatta 2016 yılı Rusiya fuqaralarının 20'den köprək nüfusunun namratlıq sızıqıga düşüp qalıdığanlığını agahlandırdı. Barlıq alametler şunu görüstüp bədi ki, embargo siyasi yürgüzülüp atqan əhvalda tüvən bahalıq neft bilen yanıla Rusiya qadir hal ötüp geldi.